kasıbların və zəifləri sevməsi. Bəzi insanlar var, görürsən ki, istəyir ki, onun ətrafında güclü insanlar olsun, tanınmış, insanların hörmət elədiyi, pullu, varlı, gözəl, hörmətli, adlı, sanlı və s. Kasıb görəndə narahat olur. Zəif insan görəndə narahat olur. Amma peyğəmbərlərin və həmçinin onun yoluna gözəl bir şəkildə tabi olan insanların həyatına baxanda bunun əksini görürük. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm Allaha dua eləyir kasıbları sevmək üçün. Dualarında buyurur ki, Allahım səndən xeyir işlər görməyi, pis işlərdən uzaq olmağı, kasıbları sevməyi. Subhanallah. Allahdan istəyir, Allaha dua edir ki, kasıbları sevməyi. Təsəvvürünüzə gətirin. İnsan var ki, kasıb görəndə narahat olur. Əksinə dua eləməlisən. Ki Allah subhanahu teala sənin qəlbinə sevgi salsın kasıbları sevməyi. Çünki varları çox insan sevir. Çox insanlara rəğbəti olur. Varlardan hər kəs maraqlanır, halını soruşur, hər kəs ziyarət eləyir. Ehtiyacın varmı deyir, baxmayaraq onun ehtiyacı yoxdur. Nəyəsə ehtiyacı olanda hamı ayağa qalxır. Canfəşanlıq eləyir. Amma kasıbı nəyəsə ehtiyacı olanda heç kəsdən səs çıxmır. Çox nadir insanlar ayağa qalxır. Onun üçün müsəlman dua eləməlidir. Və çalışmalı kasıblardan olsun.